Mənim məktəb direktoru Dadaşov Əlqismət. Mənə dedi, mənim malım yotar, mən otarmadım. Qoyunum yotar, otarmadım. Ona görə məni işdən çıxartdı. Mənim 3 dənə uşağım var, mən heç yerdə işləməyəm, eləməyəm. Mən də o yetimləri mən nə ilə dolandıracağım mən? Qol çəkdirib məni, allatdı, qol çəkdirdi mənə, dedi, işə qaytaracağım səni, məni allatdı. Təhsildə rüşvət yoxdur deyirlər, amma dövlətin işçisinə verdiyi maaşın 15%-ni tələb edənlər var. Dövlət müəssisələrində kobud desək, qohumbazlığa yol verilməsin tapşırılır, amma işçini xəbərdarlıq etmədən işdən çıxarıb öz qohum əqrəbəsini yerinə təyin edənlərlə də rastlaşırıq. Müəssisələrdə olan inventarlar, avadanlıqlar dövlət əmlakı sayılır, amma o əmlakı öz evinə aparıb şəxsi malı kimi işlədənlər də var. Ən əsası, prezidentin dediyi kimi məmurlar xalqın xidmətçisidir, amma işçisini özünə xidmət etməyə məcbur edənlər də var. Bu varları davam etdirə bilərik. Amma mətləbə keçmək zamanıdır. Yolumuz Cəllabadadır. Rayonun Çünəxanlı kənd sakini, 3 uşaq atası, himayəsində xəstə anası olan, acınacaqlı şəraitdə yaşayan, məktəbdə gözətçilik etməklə dövlətdən aldığı 300 manatla dolanmağa çalışan Əliyev Talihin problemini işıqlandırırıq. Artıq Talihin aldığı o 300 manat da yoxdur. Çünki ya mal heyvanımı otaracaqsan, ya da səni işdən çıxaracam deyən məktəb direktoru dediyini edib. Talihi işdən çıxarıb. Yeni istifadəyə verilmiş 80 şagird yerlik Həsənli kənd natamam orta məktəbində gecə növbətçisi işləyən Talih Əliyev iddia edir ki, direktor Dadaşov Əlqismət ona heç bir xəbərdarlıq etmədən işdən qanunsuz olaraq uzaqlaşdırıb. Çünki Talih direktorun mal qarasını otarmaqdan və onların tövlə xidmətlərini yerinə yetirməkdən imtina edib. Direktora yox dediyinə görə qəzəbə tuş gələn Talihə heç bir xəbərdarlıq edilmədən fevral ayından işdən uzaqlaşdırılıb. Lakin may ayına qədər maaş almayan Talih narazılıq bildirəndə ona artıq onların işçiləri olmadığını söyləyiblər. Bundan sonra əmək müfəttişliyinə müraciət edən Talihin sözlərinə görə müfəttişlik Talihin qanunsuz, kobud şəkildə işdən çıxarılmasına və dərhal geri iş yerinə bərpa olunması barədə qərara gəlib. Lakin Dadaşov Əlqismət əmək müfəttişliyinin qərarını heçə sayıb. Haqqını bərpa etmək istəyən Talih problemlə bağlı məhkəməyə üst tutub və hazırda məsələ məhkəmə orqanlarında araşdırılır. 29 ildir direktor kreslosunda əyləşən Dadaşov Əlqismətin 3 uşaq atasını işsiz qoyub yerinə öz bacısı oğlu Rəcəbov Orxanı təyin etdiyi də iddialar arasındadır. İndi acınacaqlı şəraitdə yaşayan, ailəsini dolandırmaqda çətinlik çəkən Talihin ümidi Azərbaycanın ali qanunlarınadır. Təhsil nazirinə də müraciət edən Talih Əliyev kənddə direktor işləyən Dadaşov Əlqismətin qanunsuz əməllərinə dur deyənin tapılacağına ümid edir. Talih nədir problem? Mənə dedi, mənim malım yotar, mən də onun malını otarmadım. Bir də Kim dedi? Direktor dedi, mənim malım yotar, otarmadım. Mənə dedi, gəl məktəbdə qal. Mən də gəldim məktəbdə, mənə yer vermədi qalmağa. Mənə dedi, köhnə məktəbdə qal. Mən də köhnə məktəbdə soğuqda necə qalmaq olar? Qalanmadım. Ondan sonra maşinlə gəlib qalıydım məktəbin həyətində. Mənə qət dedi, məktəbin həyətində maşını da salma. Yolda saxla, yolda qal. Haçarı məndən aldı, məni yalladı, dedi, haçarı ver, səni qaytaracağım işə. Haçarı dilini dəyişəm, qaytaracağım işə, məni allatdı. Rayana da apardı, Cəllabadda da məni allatdı, mənə qol çəkdirdi, dedi, qol çəkdirib, məni allatdı, qol çəkdirdi, mənə dedi, işə qaytaracağım səni, məni allatdı. İşdən çıxartdılar. İşdən məni çıxartdı. Mənim məktəb direktoru Dadaşov Əlqismət, Əliyastanlıqlı. Mənə dedi, mənim malım yotar, mən otarmadım. Qoyunum yotar, otarmadım. Ona görə məni işdən çıxartdı. Bir də... Sən burada nə işləyirdin ki? Mən burada qarolçu işləyirdim. Gözətçi işləyirdin? Gözətçi işləyirdim, gecə gözətçisi. Mənə yerdə vermədi. Mənə dedim, məktəbin açarını ver, mən girim içəridə qalım. Dedi, sənə olmaz məktəbin açarını vermək. Girim mən içəridə qalamadım, mənə dedi, həyətdə qal. Həyətdə də mən necə soğuqda qalıydım. Mənim 3 dənə uşağım var, mən heç yerdə işləməyəm, eləməyəm. Mən də o yetimləri mən nə ilə dolandıracağım mən? Burada işləyirdim, dolandırıydım onları, indi azdan çox. İndi mən heç yerdə işləməyəm, onları dolandıra bilməyəm. Hörmətli Təhsil Naziri Emin Əmirliyev sizdən
mən yardım istəyirəm. Nəyə görə kömək istəyirsən ki? Mən 3 dənə uşaqla mən dolanan idim 300 manatla mən 300 manat alırdım 300 manatla mən balalarımı dolandırırdım da. Bir yerdə orada işləyirdim bir dənə mən oradan alırdım. Harda işləyirdin? Həsənin məktəbində işləyirdim mən. Oradan mən alırdım, onunla dolandırırdım 3 dənə uşağı. 300 manat maaş alırdım, onunla dolandırırdım mən. Bəs nə oldu ki, o 300 manat indi ala bilmirsən? Mənə çıxartdı işdən, dedi. Kim çıxartdı? Dadaşova Əlqismət Əliyastanoğlu məni işdən çıxartdı, dedi işləməsin. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Problemə münasibət bildirmək istəsələr, hər zaman olduğu kimi işıqlandırmağa hazırıq. Məsələ diqqətimizdədir.